Bir münasibətdə sevilmədiyimi necə anlaya bilərəm? Erik Fromm'un Sevmə Sənəti kitabında belə bir cümlə var. Bir qadının çiçəkləri sevdiyini dediyini düşünün, amma həmin çiçəkləri sulamır. Çiçəklərini sevdiyinə həqiqətən inana bilərikmi? Yəni, sevgi dediyimiz duyğu varsa, sevdiyimiz şeyin böyüməsi, inkişaf etməsi üçün çabalayarıq və təbii ki, bunu böyük bir maraqla edərik. Əgər orada maraq və ya davranış yoxdursa, demək ki, ortada bir sevgi də yoxdur. Sevən insan maraqlanır. Neynirsən? Günün necə keçdi? Narahatsanmı? Təşvişlisənmi? Rahatsanmı? Bir insanın bir insana qarşı marağını bəlli etmədiyi, davranışları ilə göstərmədiyi, insanın eşidilmədiyini hiss etdiyi yerlərdə sevgi sorğulana bilər. Çünki sevgi davranış və əmək tələb edən bir duyğudur. Əgər bir-birinizin kiçik anlarını belə bir-birinizlə bölüşmək və həyatı hər mənada paylaşmaq istəyiniz varsa, burada sevgi var.